Bu günləri söz birləşmələrini öyrənirik və söz birləşmələrini vacib olan məqamlarını diqqətinizə çatdıracağım. Bunun üçün də neyinin? Diqqətli dinləyin və qeydlərinizi götürün. Söz birləşmələri bilirik ki, ən az 2 leksik mənası olan sözün məna və qrammatik cəhətdən əlaqələnməsidir. Təbii ki, buraya köməkçi niksələri daxil deyil. Mütləq şəkildə əsas niksəsindən ibarət olmalıdır tərəfləri. Söz birləşmələri əsas tərəf, yəni ikinci tərəfin ifadə vasitəsinə görə bilirik ki, iki tərəf olur. Asılı və əsas. Əsas tərəf, yəni ikinci tərəfin ifadə vasitəsinə görə ikiyə bölünür. İsmi birləşmələr, fe'l birləşmələr. İndi bunlar haqqında danışacağım. Hər ikisində də vacib məqamları sizə qeyd edəcəm. Nümunələr üzərindən getmək daha yaxşıdır. Çalışqan şagird. Bilirik ki, isim birləşmənin əsas tərəfi adlarla ifadə olunmalıdır. Çalışqan şagird bilirik ki, məna və qrammatik cəhətdən əlaqələnibdir və söz birləşməsi yaradıbdır. Burada indi diqqətinizi çatdırma olan məqam nədir? Tərəflərində baxırıq ki, əlaqələnmədə hər hansı qrammatik şəkildə iştirak etmirsə, yəni birinci növ təyini söz birləşməsidirsə, bunlar cümlədə sintaktik təhlildə parçalanır. Deyəsən, çalışqan şagird hər zaman uğur qazanır. Uğur qazanır. Mesela cümləyə salsaq, uğur qazanır kim? Şagird. Hansı şagird? Bunu silim. Hansı şagird? Çalışqan şagird. Yəni cümlə təhlilində bu tip birləşmələr parçalanacaq. Məsələn, 10-cu siniflər, yaşıl meşə. Yəni burada görürük ki, sözlər məna ilə əlaqələnibdir, qrammatik şəkildə ilə əlaqələnmə yoxdur. Və bu zaman bəli, söz birləşməmizi cümlədə sintaktik təhlil zamanı parçalayırıq. Daha sonra ikinci diqqət eləməli olduğumuz məqamlardan biri də əgər bizə birləşmənin tərkibində, yəni köməkçi hissəsi görəriksə, məsələn, evə tərəf. Evə tərəf iki söz birləşməsinə oxşuyur. Amma bilirik ki, tərəf sözü yönlü hala qoşularsa, qoşma sayılır. Ona görə onun leksik mənası yoxdur. Ona 0 kimi baxılır. Ev sözü isimdir, bəli. Burada artıq bir əsas niksəsi olduğu üçün bu söz birləşməsi hesab edilmir. Bu qoşmalı isimdir. Yenə də çalışmaq üçün məstərdir. Məstərə nə qoşulub? Qoşma. Artıq yenə bir leksik mənası olan əsas niksəmiz var. Bu da söz birləşməsi hesab edilmir. Deməli, köməkçi niksələri söz birləşməsi yaratmaqda iştirak etmir. Oxumağın faydası. İsmi birləşmənin aslı tərəfində məstər görüb, bəzən onu məstər tərkibi də deyə bilirlər. Amma sən burada təbii ki, əsas tərəfə baxacaqsan. Fayda sözündə bilirik ki, isimdir. Əsas tərəfdə gəlib, deməli, ismi birləşmə yaradıbdır. İndi bu birləşmədə nəyə diqqət eləyəcəyik? Bu tip birləşmələrdə görürük ki, əlaqələnmə nə iləndir? Yiyəlik və mənsubiyyət əlaqələnməsi var. Eyni zamanda burada həm məna, həm qrammatik cəhətdən əlaqələnmə var. Yəni, şəkilçilərin, qrammatik şəkilçilərin əlaqələnmə var. Bu tip birləşmələr olur. Üçüncü növ təyin birləşməsi. Hər ikisi də iştirak edir. Həm yiyəlik, həm mənsubiyyət. Bunlar sintaktik təhlil zamanı parçalanmır. Və yaxud dediyimiz çalışqan şagirddən fərqi budur. Çalışqan şagird parçalanır sintaktik təhlil zamanı. Amma oxumağın faydası, yəni yiyəlik mənsubiyyət əlaqələnməsi olan söz birləşmələrimiz sintaktik təhlil zamanı bütöv bir cümlə üzvü şəklində götürülür. Məsələn, oxumağın faydası çoxdur. Çoxdur nə? Oxumağın faydası. Artıq bütöv şəkildə mübtədə oldu. Bunları diqqətli şəkildə qeyd eləyin. Gümüş medal qazandı deyək, cümləyə salaq bunu. Qazandı nə? Nəyi? Medalı. Hansı medalı? Gümüş. Və yaxud dediyimiz yenə təkrar olan qayda. Birinci növ təyin sözləşməsidir. Tərəflərində şəkilçi, qrammatik şəkilçi yoxdur. Və bu zamanda nə olur? Tərəfləri parçalanır cümlə təhlil edən zaman. Cümləyə salanda. Amma gümüş medal təbii ki, ismi birləşmə hesab olunur. Tərəfləri isim kimi götürülür. Ən doğrusu. Ən bilirik ki, ədatdır, leksik mənası yoxdur, doğru sifətdir. Yenə də köməkçi niksəsi və burada əsas niksəsi var. Yəni bir əsas niksəsi olduğu üçün söz birləşməsi yaratmayıb. Deyilməli sözlər. İsmi birləşmədə əsas tərəfindən bilirik. Aslı tərəfdə nə var? Fe'li sifət var.
Deyilməli sözlər də birinci növ təyin sözləşməsi sayılır. Tərəflərində hər hansı yiyəlik, mənsubiyyət əlaqəsi olmadığı üçün cümlədə parçalanacaq. Aşağı vəzifə, deyirsən, hansı vəzifə? Aşağı vəzifə yenə birinci növ təyin sözləşməsidir və tərəfləri sintaktik təhlil zamanı parçalanır. Ev tərəf, buna diqqət eləyin həmişə. Bunlar da çox salınır. Bax, yuxarıda var idi evə tərəf, bir də ev tərəf. Bunların fərqinə diqqət etsəz görəcəksiniz. Tərəf sözü burada AE, yəni yönlü hala qoşulub. Burada tərəf sözü artıq yönlü hala qoşulmayıb. Yönlü hala qoşulmadığı üçün artıq tərəf sözü burada isimdir. Ev də isimdir. İki əsas hissəsi olduğu üçün söz birləşməsi hesab edilir və ev tərəf söz birləşməsi birinci növ təyin söz birləşməsi sayılır. Amma bunun digərlərinə fərqi nədir? Parçalanmaması. Sintaktik təhlil zamanı parçalanmır. Bax, bunları qeyd eləyin özünüz üçün. Məsələn, deyərik ki, cümlədə işlətsək, ev tərəf çox sakitlikdir. Sakitlikdir hara? Ev tərəf. Artıq bir sual altında birləşdi. Bəli, birinci növ təyin sözləşmələri parçalanır deyirik əsasən. Amma istisnalar da var təbii ki, hamısı parçalanır da deyənmərik. Dediklərimi qeyd eləyə bilərsiniz. Qədim dövr, orta əsrlər, yeni il, nadir hallarda, nadir vəziyyətdə, axır zamanlar. Bu tipli birləşmələr sintaktik təhlil zamanı parçalanmır. Davam eləyək. Sinfimizin oxuyanları. Sinfimizin oxuyanları. Biz dedik ki, bayaq qeyd etdik ki, ismi birləşmənin aslı tərəfində adlar olur. Əsasən, yəni feil, təsvirlənməyən feillər iştirak etmir. Amma istisna vəziyyətlər var. Baxın, bunlar da istisna vəziyyətlərdən biridir. Feili sifət və məstərdə bu hal baş verə bilər, amma həmişə yox, nə zaman? Mütləq şəkildə sinfimizin yiyəli hal, oxuyanları, bilirik ki, anən nədir? Feili sifət. Feili sifət mənsubiyyət qəbul edərsə. Mənsubiyyət. Yiyəlik və mənsubiyyət şəkilçisi hər ikisi iştirak edibsə, əsas tərəfdə feili sifət, yəni əsasən də feili sifətin anən şəkilçisi varsa, bu zaman bu təbii ki, nə sayılacaq? İsmi birləşmə. Sinfimizin oxuyanları. Üçüncü növ təyin sözləşməsi sayılır bu. Bilirik ki, təhlil zamanında parçalanmır. Onların danışması. Danışmaq sözü bilirik ki, burada qısı düşübdür. Mənsubiyyətdə məstər, mənsubiyyət şəkilçisi qəbul edərsə, qı çıxısını itirir. Ona görə diqqətli olun. Bax, onların yenə yiyəlik, məstər nə qəbul edir? Yenə mənsubiyyət. Amma burada yəni yiyəlik və mənsubiyyətin hər hansı biri olmasa, bu zaman bu feili birləşməyə çevriləcək təbii ki. Biz burada diqqət etməli olduğumuz məqamlardan biri budur ki, yiyəlik və mənsubiyyətin hər ikisi iştirak etsin. Və əsas tərəfdə də feili sifət və ya məstər olsun. Bu da olacaq bizim yenə ismi birləşməmiş. Çaşdırmaq üçün feili birləşmə iştirak etmişdir deyə bilər cümlədə. Ona görə bunlara diqqətlə. Və təhlil zamanı təbii ki, parçalanmır. Bütöv şəkildə bir cümlə üzvü götürülür. Məstər tərkibi yox, ismi birləşmə hesab edilir. Bax, dediklərimi yaxşıca qeyd eləyin. Amma təbii ki, burada istisnalar var. Yenə sizin dedikləriniz, onların danışdıqları, mənim bildiklərim, yəni burada şəkilçiyə diqqət eləyəcəyik. Dık plus mənsubiyyət. Baxın, bu dık plus mənsubiyyət şəkilçisini gördüksə, bu həmişə feili birləşmə yaradır. Bunları özünüz üçün qeyd eləyin. Həmişə feili birləşmə yaradır. Heç vaxt ismi birləşmə yaratmaz. İstəyir özündən əvvəl, baxın, sizin yiyəlik və mənsubiyyət qəbul edib. İstəyir yiyəlik mənsubiyyət qəbul etsin, etməsin. Yəni, fərq yoxdur. Həmişə feili birləşmə yaradır. Yəni, bunu ismi birləşmə götürə bilmər. Götürsək səhv olacaq. Yəni, dık plus mənsubiyyət şəkilçisini diqqətli şəkildə yadda saxlayın. Bildiyim mövzu, yenə əsas tərəfə baxıram. Mövzu isimdir. Hansı mövzu? Bildiyim mövzu. Bilirik ki, bu da birinci növ təyin sözləşməsi tərəfləri parçalanır. Şəlalənin valeh edici səsi. İndi sizə nə diqqətinizi çatdırım? Bilirik ki, söz birləşmələri də quruluşca iki cür olur. Sadə və mürəkkəb. Sintaksdə, ümumiyyətlə, sintaksin terminlərində düzəltmə anlayışı yoxdur. Yəni, cümlə üzvlərində də, sonra mürəkkəb cümlələrdə də, yəni quruluşca sadə olur ya mürəkkəb olur. Söz birləşməsinin sadə olması üçün bizə nə lazımdır? İki əsas nitq hissəsi, yəni minimum iki əsas nitq hissəsi olmalıdır ki, biz söz birləşməsi yaradaq.
Deməli, iki söz varsa, sözləşməsi tərkibində iki əsas niksəsindən ibarətdirsə, quruluş olur sadə. İkidən daha artıqdırsa, olur quruluş mürəkkəb. Məsələn, çalışqan şagird iki sözüydü, sadədir, oxumağın faydası sadə idi, gümüş medal saydıqlarımız sadə idi. İkidən artıq olarsa, olacaq quruluş mürəkkəb. Şəlalənin valeh edici səsi. Şəlalənin bir niksəsi, valeh edici bir niksəsi, səsi də bir niksəsi. Deməli, nə oldu? Üç əsas niksəmiz var. Deməli, quruluş nə olur? Mürəkkəb. Eyni zamanda şəlalənin valeh edici səsi də ismi birləşmə sayılır. Yiyəlik mənsubiyyət əlaqəsi var və tərəfləri sintaktik təhlil zamanı bir götürülür, bütöv şəkildə. Şəlalənin valeh edici səsi onun ruhunu dincəldirdi. Dincəldirdi nə? Şəlalənin valeh edici səsi. İstənilən qədər yiyəlik və mənsubiyyətin arasına istənilən qədər söz artırmaq olur. Amma yenə də onlar müstəqil olmur və ismi birləşmədən asılı vəziyyətdə qalırlar. Maşınların ehtiyac hissələri. Baxın, yiyəlik, yenə maşınların ehtiyac hissələri, mənsubiyyət. Yenə baxaq quruluşçu növünə. Maşın bir niksəsi, ehtiyac bir, hissə bir. Deməli, üç əsas niksəsi olduğu üçün quruluşçu söz birləşməm necədir? Mürəkkəb. Və eyni zamanda yenə də bütöv şəkildə bir cümlə üzvü götürülür. Sinfimizin ən çalışqanı. Diqqətli etdiyimiz məqamlardan biri də nədir? Köməkçi niksələri. Dedik ki, köməkçi niksələri söz birləşməsinin arasına da artırıla bilər və yenə də onlara əsas niksəsi kimi leksik məna bildirmədiyi üçün onlara sıfır gözü ilə baxırıq. Yəni, köməkçi niksəsi söz birləşməmizin nə quruluşuna təsir edir, nə də yaranmasına təsir edir. Yenə sinfimizin bir niksəsi, çalışqan bir niksəsi, ismi birləşmədir, bütöv şəkildə bir cümlə üzvü olur. Baxırıq ki, iki əsas niksəsi var, tərkibində olur quruluşca sadə. Yəni, köməkçi niksəsinin olması bizə orada heç nə təsir etmir. İndiki isə fe'li birləşmələr. Dedik ki, əsas tərəfi məstər, fe'li sifət, fe'li bağlama ifadə olunarsa, bunlar olur bizim fe'li birləşməmiz. Mütləq şəkildə, əgər bilmirsinizsə, şəkillərində öyrənin, sonra bu videonu izləyin. Fe'li birləşmə yenə tərkibində mütləq şəkildə iki əsas niksəsi olmalıdır. Və biz burada diqqət edəcəyim olduğu məqamları diqqətinə çatdıracağım. Kömək etməkdir, ol, et, bil feilləridir və frazoloji birləşmələrdir ki, bunlar nə zaman sözləşməsi götürüləcək, nə zaman götürülməyəcək. Kömək etmək, məsələn, birləşməsinə baxaq. Kömək etmək birləşməsində bilirik ki, etmək burada müstəqil məna bildirmir. Müstəqil məna bildirmir və mənasını kömək sözündən götürür. Yəni, birlikdə nə olur? Mürəkkəb feil yaradıb. Yəni, bu iki söz görünməsinə baxmayaraq, bu bir sözdür, bir mürəkkəb feildir və söz birləşməsi sayılmır. Yəni, bu tip birləşmələr tək verilərsə, bunlar söz birləşməsi hesab edilmir. İndi nə zaman bunu söz birləşməsi hesab edə bilərik? Nə zaman yaradır? O zaman yaradar ki, özündən əvvəl də müstəqil bir söz gələrsə, məsələn, dosta kömək etmək. Bu zaman artıq söz birləşməsi yaratdı. Çünki dost sözü də müstəqil bir sözdür. Kömək etmək də bir leksik mənalı sözdür. Bu zaman nə olur? Sadə fe'li birləşmə yaranır. Etmək nə zaman özü müstəqil məna bildirir? Yerinə yetirmək mənasında. Məsələn, baxsaq, tapşırıq edərkən etmək burada artıq yerinə yetirmək mənası bildirir. Tapşırıq yerinə yetirərkən demək olur, yerinə qoymaq olur. Deməli, etmək artıq burada bir leksik mənalı sözdür, müstəqildir. Tapşırıq da isimdir, bir leksik mənalı sözdür. Deməli, artıq nə oldu? Tapşırıq edərkən fe'li birləşmə hesab edildi. Nəyə görə? Çünki edərkən sözü artıq müstəqil feildir. Mürəkkəb feil yaratmayıb burada. Olmaq feilinə də diqqət eləyin. Qəbul olmaq. Baxın, bu birləşmədə qəbul olmaqda ol müstəqil məna bildirmir. Və buna görə də bir söz sayılı, bir mürəkkəb feil hesabı olunur. Bu da söz birləşməsi yaratır. Yenə söz birləşməsi yaratması üçün özündən əvvəl müstəqil bir söz gəlməlidir ki, məsələn, desən, kollecə qəbul olan oğlan çox sevinirdi. Sevinirdi kim? Oğlan. Hansı oğlan? Kollecə qəbul olan. Görsün bir sual altında birləşir.
Fe'li birləşməyində tərkibində daxil olan sözləri təbii ki, ayrı cümlə üzvü götürə bilmirik. Bütöv şəkildə bir cümlə üzvü olacaq. Amma olmaq nə zaman mürəkkəb feil yaratmır, yəni müstəqil olur? Olmaq, yaşamaq, iştirak etmək, həyata keçirmək, baş vermək mənalarını verərsə, yerinə bu sözləri qoya biliriksə, deməli bu zaman özü müstəqil bir söz olur, mürəkkəb feil yaratmır. Məsələn, şəhərdə olanda, yəni yaşayanda deyə bilərəm. Yaşayanda feilini qoya bildiyim üçün, deməli olmaq sözü burada yaşamaq mənası bildirdi. Şəhərdə yaşayanda demək olur. Deməli bu zaman özü bir müstəqil sözdür, şəhərdə də isimdir. Bu zaman nə olur? Söz birləşməsi yaradır. Bax, bunlara diqqətli olun. Oxuya bilmək. Bilmək feilinin bir qaydasını hər zaman belə deyirəm. Mürəkkəb feildirsə, bu mürəkkəb feilin qaydasıdır. Feil A-ə, ya-yə plus bilmək. Baxın, bu sxemi gördünüzsə, bu bilmək bütöv şəkildə bir söz sayılır. Mürəkkəb feil. Ona görə də oxuya bilməkdə də görürük ki, var. Oxumaq, feil, ya gəlib plus bilmək. Deməli, artıq bu bir sözdür. Bir mürəkkəb feil. Bunu biz söz birləşməsi hesab edə bilmərik. İndi, bəs yaxşı, nə zaman yenə söz birləşməsi yaradar? Gərək özünün əvvəl də bir müstəqil bir söz gəlsin. Məsələn, roman oxuya bilmək. Artıq roman sözü oxuya bilməyə birləşəndə söz birləşməsi yaradır. Amma oxuya bilmək, danışa bilmək, gülə bilmək, gedə bilmək, gələ bilmək, otura bilmək, dura bilmək, bu tipli birləşmələr artıq söz birləşməsi tək başına söz birləşməsi hesab edilmir. Bilmək sözü də artıq bu sxem yoxdursa, bunu artıq orada müstəqil olacaq. Yəni dediyimiz bu sxem yoxsa feil, A-ə, ya-yə plus bilmək yoxdursa, bu zaman artıq nə olur? Müstəqil bir feil olur. Baxın, mövzunu bilmək. Bilməkdən əvvəl dediyimiz bayaqki qayda varmı? Xeyr. Deməli, bilmək özü burada bir müstəqil sözdür. Mövzu da isimdir. Artıq nə olur? Söz birləşməsi yaranır. Feili birləşmə olur. Bilməkdə bir də diqqətli çatdıraq ki, frazoloji birləşmə də görə bilərik. Frazoloji birləşmədə görsə, məsələn, qədrini bilmək. Qədrini necə bilə bilərik? Yəni, bilmək burada o mənanı vermir. Yəni, mövzunu bilmək kimi deyil. Məsələn, dərsi bilmək, yerini bilmək. Bu mənada deyil. Qədrini bilmək. Hətta yerini bilmək bir mənada. Məsələn, əşyanın yerini bilmək, bu olur müstəqil bilmək feildir. Müstəqil feil. Amma deyirsən, yerini bil. Yerini bilən. Frazoloji mənada. Bu artıq olur frazoloji birləşmədə bilirik ki, bir mürəkkəb söz sayılır. Yəni, söz birləşməsi hesab olunmur. Frazoloji birləşmələr tək başına müstəqil şəkildə söz birləşməsi götürülmür. Onlar çünki bir mürəkkəb sözdür. Yenə göz dikərkən, göz dikmək. Yenə frazoloji birləşmədir. Söz birləşməsi hesab edilməyəcək. Qulaq asmaq tək başına söz birləşməsi sayılmır. Yenə frazoloji birləşmədir. Və bir söz sayılır. Bunlar da təbii ki, söz birləşməsi yarada bilər. Eyni zamanda özündən əvvəl də müstəqil şəkildə bir söz gəlməlidir. Məsələn, dərsə qulaq asmaq. İndi söz birləşməsi yaratdı. Malına göz dikərkən yaratdı. Onun qədrini bilən desək yaradar. Amma tək başına söz birləşməsi hesab edilmir. Eyni zamanda xoşuna gələndə söz birləşməsi yaratmıyor. Çünki xoşuna gəlmək bir mürəkkəb feildir. Gərək desəm ki, Əlinin xoşuna gələndə, onun xoşuna gələndə, mənim xoşuma gələndə. Bu zaman müstəqil bir söz artırdı, özü də bir söz sayılır və söz birləşməsi yaradır. Yalnız özündən əvvəl müstəqil bir söz gələrsə. İclasda olarkən, baxın, olmaq qaydasına bayaq nə dedik? İştirak etmək, yaşamaq, həyata keçirmək mənalarını verərsə özü bir söz sayılır. Olmaqdan söhbət gedir. İclasda iştirak edərkən deyə bilərəm bir söz. İclasda yenə müstəqil mənalı sözdür və bu zaman feili birləşmə yaradır. Filmə baxanda bilirik ki, əsas tərəfi baxmaqdır. Film sözünü ətrafına toplayıb olub feili bağlama tərkibi. Oxumaq istəyəndə, istəmək və başlamaq feillərində diqqətli olun. İstəmək və başlamaq feilləri də mürəkkəb feil yarada bilir. Nə zaman özündən əvvəl məstər gələrsə.
Baxın, maq gəlib. Özünə əvvəl maq gələrsə, bu zaman maq plus istəmək, maq plus başlamaq feilləri artıq mürəkkəb feil sayılır. Yəni bunlar bir sözdür. Bir söz. Yəni bu mürəkkəb feildir və söz birləşməsi hesab edilməz bu vəziyyətdə. Nə zaman yenə edər, gərək yenə özündən əvvəl müstəqil bir söz gəlsin. Məsələn, əsər oxumaq istəyəndə. Bu zaman artıq söz birləşməsi yarandı. Mövzunu danışmağa başlayanda. Bu zaman artıq söz birləşməsi yarandı. Amma tək başına dedik ki, söz birləşməsi hesab edilmir. İstəməkdən əvvəl məstər gələrsə, başlamaqdan əvvəl məstər gələrsə, Amma istəməkdən əvvəl artıq məstər yoxdursa, bu zaman bəli, söz birləşməsi yaradır. Çox istəyən. İstəmək əvvəlinə məstər gəlməyib ki, xeyr, çox sözü zərf gəlib. Deməli, artıq bu söz birləşməsi yaradır. Başlamaqdan əvvəl baxıram, məstər gəlibmi? Xeyr. Deməli, bu zaman nə olur? Söz birləşməsi sayılır. Yəni, feili birləşmə sayılır. Gəlin, indi cümlələr şəklinə də baxaq. Bəzən uşaqlar belə olanda söz birləşməsi tapır, amma cümlədə bəzən müəyyən etməkdə çətinlik çəkirik. Gəlin, cümlələrdə də baxaq, həm təhlili olaraq baxacağıq, həm quruluşuna baxacağıq, həm ümumi söz birləşmələrini tapmağa kömək eləyəcəyik. Baxın, məqsədimiz ali məktəbə qəbul olmaqdır. İlk öncə söz birləşməsi cümlədə tapmaq üçün sual verməliyik, cümlə təhlil etməliyik. Məqsədimiz nədir? Nədir? Ali məktəbə qəbul olmaqdır. Baxırıq ki, qəbul olmaq, bu mənim bir sözüm, əsas tərəfim sayılır. Nə var? Maq var, məstərdir. Deməli, xəbər vəzifəsindədir. Xəbər vəzifəsində olan xəbərin ifadə vasitəsi nədir? Məstər tərkibi və yaxud da feili birləşmədə desə doğrudur. Bilirik ki, cümlə üzvlərinin ifadə vasitəsi əgər söz birləşməsidirsə, bu zaman cümlə üzvlərimiz quruluşçada mürəkkəb olur. Füzulinin məşhur əsərləri sevilərək oxunur. Oxunulur nə? Füzulinin məşhur əsərləri. Gördüyümüz kimi, yiyəlik və mənsubiyyət əlaqəsi olan söz birləşməmizdir və tərəflərini parçalamadan bir cümlə üzvü götürdük. Təbii ki, mübtədam quruluşca mürəkkəbdir. Çünki söz birləşməsi ilə ifadə olunubdur. Zirvədən baxanda gözəl mənzərə və mavi dəniz görünürdü. Görünürdü nə? Mənzərə, nə? Dəniz. Amma necə mənzərə? Gözəl mənzərə. Necə dəniz? Mavi dəniz. Burada cümləyə baxanda görürük ki, gözəl mənzərə, mavi dəniz, bunlar nədir? Söz birləşməsidir, ismi birləşməmiz. Amma bu ismi birləşməmiz hansına daxil edir? Birinci ünitənin söz birləşməsinə. Birinci ünitənin söz birləşmələri də dedik, əsasən nə olur? Cümlədə parçalanır. Baxın, parçaladıq. Dəniz və mənzərə mübtəda oldu, gözəllə, mavi təyin oldu. Nə zaman görünürdü bu gözəl mənzərə və mavi dəniz? Zirvədən baxanda. Bəli, bu da feili birləşməmiz var. Cümlədə həm feili birləşmə var, həm ismi birləşmə var. Sonra, axır zamanlar onu buralarda görmürəm. Görmürəm. Kim? Mən. Kimi? Onu. Harada? Buralarda. Nə zaman görmürəm? Axır zamanlar. Aha. Axır zamanlar bayaq da vurğulamışdım ki, nə idi? Birinci ünitənin söz birləşməmizdir, amma parçalanmayanlara daxil idi. Düz parçalamadan bir cümlə üzvü şəklində istifadə elədik. Yəni cümlədə söz birləşməm var və parçalanmadı. Azadlıq meydanı insanlarla doludur. Doludur hara? Azadlıq meydanı. Azadlıq meydanı da ismi birləşmədir. Görürük ki, və parçalanmadı. Çünki niyə? Burada qeyri-müəyyən yəlik var. Özümüzdən ın bərpa edə bilirik. Azadlığın meydanı və mənsubiyyət. Yəlik mənsubiyyət əlaqəsində olan söz birləşmələrimiz və elə ki, ikinci ünitənin söz birləşməsi bu da və bunlar parçalanmır. Kömək etmək insanlıqdandır. İnsanlıqdandır nə? Kömək etmək. Bayaq da vurğuladıq ki, ol, et, bil feilləri görəndə biraz diqqətli olun. Burada etmək feili yerinə yetirmək mənası bildirmədiyi üçün və bir söz sayıldığı üçün deyə bilmərik ki, bu cümlədə söz birləşməsi var. Yəni yoxdur. Mübtədam nə ilə ifadə olunub? Bir sözlə və quruluşçada mübtədam sadədir. Çünki söz birləşməsi ilə ifadə olunmayıb. Əlinin ağlı başına gələndə artıq gecdir. Gecdir. Nə zaman?
Əlinin ağlı başına gələndə. Aha. Biz ağlı başına gəlmək bilirik ki, frazoloji birləşmədir. Bu özü bir söz sayılır. Mürəkkəb feil. Amma bu zaman söz birləşməsi yaradıbdır. Çünki özündən əvvəl də müstəqil bir söz gəlib. Baxın, deməli nə oldu? Feili bağlama tərkibi və ya feili birləşmə vəzifəsində oldu. Diqqət çəkmək üçün əlindən gələni etdi. Əlindən gələni etmək, əlindən gələni etdiyi, deyirsən, nə üçün? Diqqət çəkmək üçün. Baxaq, diqqət çəkmək, bilirik ki, frazoloji birləşmədir bir söz. Üçün amma qoşmadır. Leksik mənası olmadığı üçün onu 0 götürürük. Çünki söz birləşməsi yaratmağa kömək etmir. Bu cümlədə də söz birləşməm varmı? Xeyr, yoxdur. Deməli, feili birləşmə görmürəm burada. Burada təhsil alanların hamısı məqsədli olanlardır. Məqsədli olanlardır kim? Burada təhsil alanların hamısı. Baxırıq ki, bu cümlədə nə görürük? Əsas tərəfə baxsam, hamı əvəzlikdirsə, ismi birləşmə olur. İsmi birləşmə. Aslı tərəfdə nə görürük? İsmi birləşmənin aslı tərəfində də feili birləşmə görürük. Məsələn, bəzən sualda bizə deyir ki, hansı cümlədə həm feili birləşmə var, həm də ismi birləşmə. Məsələn, bu cümləni götürə bilərik. İsmi birləşmə də var, aslı tərəfində hətta feili birləşmə də var. Və yaxud da belə bir sual verir ki, hansı variantda və ya cümlədə feili birləşmə, ismi birləşmənin aslı tərəfidir. Baxırıq, ismi birləşmənin elə aslı tərəfidir feili birləşmə. Yəni, bu tip suallarda diqqətli olun, asandır. Burada təhsil alan, bütövlükdə təhsil almaq bilirik, frazoloji birləşmədə bir götürülüb, buradan da toplayıb ətrafına olub feili sifət tərkibi. Amma bu feili sifət tərkibi cümlədən müstəqil cümlə üzvüdürmü? Xeyr. Çünki nədən asılıdır? Hamısından, yəni ismi birləşmənin aslı tərəfi kimi işlənibdir. Nizami əsərləri ən çox oxunan şairlərimizdən biridir. Aha, bax, bu tipli suallarda da diqqətli olun. Yəni, biz demişdik, söz birləşməsi yaratması üçün sözlərin bir-biri ilə söz birləşməsi yaratması üçün məna və qrammatik cəhətdən bağlılıq olmalıdır. Belə baxanda nizami əsərləri bizə söz birləşməsi kimi görünə bilər. Amma söz birləşməsi deyil, hardan bilirik? Çünki cümlənin məzmununa bir dənə diqqət eləsəz görərsiniz. Nizami əsərləri ən çox oxunan şairlərimizdən biridir. Nizami əsərləri şair ola bilərmi? Xeyr, düzdür. Deməli, sən burada mənaya da diqqət etməlisən. Təbii ki. Belə təhlil olunacaq. Nizami əsərləri ən çox oxunan şairlərimizdən biridir. Şairlərimizdən biridir kim? Nizami. Necə şairlərimizdən biridir? Əsərləri ən çox oxunan şairlərimizdən biridir. Deməli, burada heç ismi birləşmə yoxdur. Nədir? Feili birləşmə var. Feili birləşmə. Əslində, ismi birləşməmiz də var. Necədir? Əsərlər ən çox oxunan şairlər. Belə də baxsaq, burada əslində ismi birləşməmiz də var. Amma cümlədə müstəqil cümlə öz vəzifəsində olan, təbii ki, təyin vəzifəsində olan feili birləşməmizdir. Şairlərimizdən biridir də, eyni zamanda ismi birləşmədir ki, xəbər vəzifəsində işlənib. Yəni, xəbər vəzifəsində olan ismi birləşmədir, təyin vəzifəsində olan feili birləşmədir. Bu qədər dostlar, inanıram ki, sizə dəstəyim oldu və mütləq şəkildə dediklərimi də qeyd edib faydasını görəcəksiniz.